El-Evren diaqramına əsasən uyğunluğu müəyyən edək. Gördüyümüz qədər burada bizə ərəb dilli dövlətlərə, monarxiya idarəetmə quruluşuna və unitar inzibati ərazi quruluşuna malik olan ölkələrə aid xüsusiyyətləri seçilmək tələb olunur. Variantlara baxırıq ki, buradan Tacikistan nə ərəb dilli dövlət deyil, nə monarxiya deyil. Ona görə də Tacikistanı bu bəndlərdən heç birinə aid eləyə bilməyəcəyik. Ona görə də 4-ün verildiyi Y variantını və D variantını bərbaşdan silirəm. Daha sonra Tanzaniyaya baxaq. Tanzaniyada nə ərəb dilli ölkə deyil, nə də monarxiya deyil. Ona görə də Tanzaniyanı da verilən variantlardan silsək, yəni 8-i siləsi olsaq, yalnızca C variantı qalır. Onda cavablara uyğun belə baxaq ki, birinciyə 5, yəni həm ərəb dilli dövlət, həm də monarxiya olan Birləşmiş Ərəb Əmirliyi verilibdir. Birinciyə 5. Sonra ikinciyə 2, yəni ərəb dilli və unitar olan Əlcəzairi veribdir. Üçüncüyə 6, həm monarxiya olsun, həm də unitar olsun Bruney və hamısının bütün xüsusiyyətləri özündə birləşdirən Küveyt doğru cavabımızı göstərir, cavab C variantı.